Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid eləyirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 12. İnformasiyanı necə təqdim etmək olar? Gəlin baxaq. 2 və 5 ədədlərini toplasaq 7 alınır. Bəli uşaqlar, 2 ilə 5-i toplasaq 7 cavabını almış olarıq. Müəllim lövhədə hansı informasiyanı yazmışdır? Müəllim 2 ilə 5-in cəmini uşaqlara öyrədir. Lövhənin yanındakı şəkildə nə göstərilib? Söhbət bundan gedir uşaqlar, bu şəkildən. Burada konfet şəkilləri var uşaqlar. Yəni 2 dənə konfet, yəni 2-ni təmsil edir, 5 konfet də 5-i təmsil edir. Saydıqda neçə olur? 7 konfet alınmış olur. Lövhədə yazılanlarla şəkil arasında nə əlaqə var? Dediyim kimi, 2 konfet 2-ni təmsil edir, 5 konfet də 5-i təmsil edir. Onlar birlikdə nə qədər eləyir? 7 konfet. Müəllim də onu göstərmək istəmişdir. Sonra informasiyanın məqsədindən asılı olaraq müxtəlif formalarda almaq olar. Şəkil şəklində almaq olar, işarə şəklində almaq olar, mətn şəklində almaq olar, ədəd formasında almaq olar, cədvəldən almaq olar, qrafikdən almaq olar, qrafik burada yazılmayıb, videodan almaq olar, səsdən almaq olar və s. və s. Şəkilləri əsasən uşaqlar haqqında hansı informasiyanı almaq olar? Birinci uşaq daha rahat, daha sakitdir. Mavi kofta geyinmişdir. Belə. İkinci uşaq daha küsəyəndir və pərt olmuş şəkildədir. Boz kofta geyinmişdir. Əsəbidir. Üçüncü isə qızdır. Qırmızı çəhrayı bantik və çəhrayı kofta geyinmişdir. Bir şey gizləməyə çalışır. Ona görə də parmağıyla sus işarəsini göstərir. Sual 2. Bu işarələr hansı informasiyanı verir? Birinci işarədə piyadaların yolu keçə biləcəyini, ikinci şəkildə isə piyadaların yolu keçməməli olduğunu, dayanmalı olduqlarını söyləyir. Sual 3. Verilmiş informasiyanı ədəd formasında necə göstərmək olar? Ədəd formasında 4 yaza bilərik və yaxud belə eləyə bilərik. 2 üstə gəlinsin 2 bərabərdir 4. Belə. Sonuncu sualımıza baxırıq uşaqlar. Sizcə hansı informasiya daha aydın verilib? 5-i var idi. Ağaca 5 quş qonmuşdu, 3 quş uçdu, 2 quş qaldı. Hansı informasiya? Uşaqlar, məncə ikinci informasiya, yəni bu informasiya daha aydındır. Nəyə görə? Çünki burada həm quşların rəngini o quşlarla ayrıca verib, həm aydınca izah edib ki, 3'ü uçdu, 2'si qaldı və s. və s. Yəni burada həqiqətən görünür ki, 5 quş qonmuşdu. 3 quş uçdu. Uçan quşların rəngi də mavidir. Burada yazılan 3 quş da mavidir. Burada 2 quş da mavidir. Burada mətnlə yazılan 2 quş hissəsi də mavidir. Sarıdır daha doğrusu. Yəni burada aydınca bunu izah eləyən bu şəkildir. Baxaq görək başqa nə qaldı. Başqa heç nə qalmadı uşaqlar. Bu günlük bu qədər. Ümid eləyirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.